bax, oyundan sonra Samir Abbasovun mətbuat konferansına baxdım. Çox maraqlı fikirlər bildirirdi və onu çatdırmağa çalışır ki, məşqçi hər nə qədər məşq keçsə də, futbolçular nə qədər hazırlasa da, hücumun son fazasında qərar verən, o həmin zərbəni icra edən futbolçudur. Amma futbolçu da bunu o qədər rahatlıqla eləmir. Çünki həmin anın o stresi, həmin anın həyəcanı, həmin anda ani olaraq düzgün qərar vermək bu futbolçu ustalığına irəli gəlir. Burada mən dünyaca ünlü məşqçi Marcelo Bielsa'nın fikirləri var, onu xatırladım. Deyirdi ki, futbolu robotlar oynasaydı, mən həmişə qalib gələrdim. Bielsa'nın fikri ondan ibarətdir ki, o kağız üzərində hər şeyi çox düzgün izah edir, dəqiq göstərir, amma icra elə olmur. Futbolçular onun verdiyi tapşırıqları %100 icra eləyə bilmirlər. Ki, bugün bilirik Marcelo Bielsa'nın tələbələrimi deyək, Marcelo Bielsa'nın məşqçiliyindən ilham alan mütəxəssislərmi deyək. Məsələn, ən parlağı Pep Guardiola'dır. Çox mütəxəssis var ki, yəni Bielsa'nın özünə kumir seçib, onun futbola baxışından istifadə edir. Amma baxsan, Bielsa özü məşhur da olsa, elə böyük nəticələrlə yadda qalan mütəxəssis olmayıb. Elə böyük klublarda işləmək şansı qazanmayıb. Çünki daha çox nəzəriyyəçi kimi tanınıb, bəli, beyin aşıb daşır, futbolu necə deməyi bilir və Samir Abbasovun da dedikləri təxminən buna bənzəyir. Samir Abbasov savadlı mütəxəssisdir, meydanda futbolu duyan adamdır. Mən sabahda işləyərkən Qızılcahamamda Zirə ilə eyni oteldə qalırdıq və Samir Abbasov Zirənin baş məşqçisi idi o zamanlar. Biz yanaşı meydançalarda məşq eləyəndə imkanım olurdu. Maraq üçün gəlib oturub Samir müəllimin məşqlərini izləyirdim. Çox maraqlı məşqlər var idi. Məşqdə intensivliyə fikir verir. Dar alanda o futbolçuların hərəkətliliyi, topla çox amma tez rəftarı, bütün bunlar onun məşqinə rəng qatırdı. Görürsən ki, o müasir futbol düşüncəsi olan adamdır. Müasir futbol tətbiq eləməyə çalışır. Bəli, burada futbolçular ustalıq səviyyəsi var. Burada futbolçuların qərar vermə səviyyəsi var. Burada əldə olan futbolçular, seçimlər və s. bir çox məqamlar, bəlkə də klub daxili olan məsələlər və s. öz təsirini göstərir. Amma indi o Bielsa'nın sözü olmasın, indi oynayan da robotlar deyil də və hər məşqçinin özəlliyi həm də o bacarıqlarını, bilgilərini futbolçulara daşımaqdır və ya elə seçimlər eləməkdir ki, o futbolçular onun beynindəki olanları meydanda icra eləyə bilsinlər. Bu mövsüm Samir Abbasov deyə bilər ki, mən komandaya çempionatın gedişində gəlmişəm, ikinci dövrənin başlanğıcından komandanı götürmüşəm və mənə qədər heyət dolu idi. Hətta əvvəlki mövsümlərdən qalan bəzi futbolçularla yayda çox ciddi transfer işlərini həyata keçirməlidir. Yaya qədər anlaşılan da, hətta Avrokuboklara getməsələr də bu yəqin ki, klub rəhbərliyi tərəfindən qəbul olunan bir məsələ kimi qeyd olunacaq. Amma artıq yayda yeni transfer belə deyək, periodu keçəndən sonra futbolçu gəldi, mənim dediyimi həyata keçirə bilmədi və s. məsələlər artıq keçərli olmayacaq.